Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilər su basmaya məruz qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumatlar daxil olub. Daxil olmuş məlumatlar əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən görülən təxirə salınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib. Qeyd edək ki, Sabunçu rayonu ərazisindəki sözü gedən tuneldə ötən ilin oktyabrında yağan yağışlar nəticəsində 2 nəfər boğularaq ölmüşdü. Bundan sonra apreldə yağan leysan xarakterli yağışlarda da Bakıdakı bir neçə tunel kimi buranı da su basmışdı.